Herkese salamlar. Necəsiniz, yaxşısınız? Yaxşısınız dostlar. İndi bu sizlərlə birlikdə nəsə vlog falan çəkmək istədim. Evet. Ve indi Sibirlər var. Sibirlər atacağım, orada markete dəyəcəm. Baxın, yəni nəsə almaq istəyirəm, evdə oturum belə qapatıb falan. İndi blokdan çıxım, atacağım videonu. Evet dostlarımla görüşdükdən sonra nə bilməyim, nəsə deyirsilər, bilmirəm. Ben bayramımız mübarək, bizlər sağlam. Çağısıyla görüşdükdən sonra kimsə şey deyir. Neyse. Bu arada dostlar, hamınızın Zəfər bayramını təbrik edirəm 8 noyabr haqqında. Bəli, belə. Hele onlar da mənə bayram təbrik edəndə dedim çox sağ olun, sizin də baxın, sizdən baxın. Belə. İndi baxın it var, orada çox itlər var. Boyalıq it deyəndə. Evet, gedəyim, indi markete gedəcəm. Marketdə aça bilsəm açacağım. İndi girim markete. Evet dostlar, gedirik. Evet, gedirik. Nəsə aldım. İndi bir tane də 20 qəpiyim qaldı. Ona da bir tane baxım, bu market baqqalla belə də o markete. Şimdi markette baxım nə var. Şimdi nəsə alacağım. Evet, gedirəm. Aldım yemək. İndi gedəcəm baxım dadlarını merak edirəm. Gedək. Sefaya. Hello. Evet dostum. Ondan iki kişiyiz. Orada bax mesela orada necə şey hürürdüsə, arada az qalsa mən qaynayırdım. İçeri kam edirdi. Yəni mən həmişə qaynayıram aradan. Əylidir. Abır cıbır alır. Bu. Evet. Yer nəsə pivə bax. Ne yapacağız indi? Sefer günüz deyin, heç nə vermirlər. Heç nə vermə bax. Hayır. Bu nə də? Heç Azərbaycan. Evet. Gedək. Ne becerəm sizə göstərəcəm nə almışam. Hətta çox şey almamışam ama yəni yanınca. Belim çıktı. Eskide 2 milyon. Ay Allah. Biraz daha tadın. Tadın üzerinde. Biraz sıra bakayım. Evet, geldim ve bunları koyalım. Bir de henüz soydum. Daha üstüme. Bunu soyayım, geldim. Evet. Yine ne almışım onlara bakacağız. Mesela şey almışım, değiş. Ben çok şey almışım. 1, 2, 3, 4, 5 tane şey almışım. 2 tane bundan aldım. Böyle küçük. Bir tane bundan aldım. Bir tane bundan aldım. Bir tane topsak aldım. Bir de böyle bir tur şey aldım. Bir defa hazırlığa son qayıta gələndə söpüsak almışdım. Ay Allah, bir tam gəlirdi. Yani attım da. Yani bunları qablara koyup gəldim. Ya da qablara koyup gəldim. Belə atacağım, yiyəcəm. İndi gələn filmə bir dənə seçək. Bu nə Zəfər? Evet, bu günlərim Zəfər gündür deyə yəni heç nə paylaşmırlar. YouTube'da da yəni. İndi YouTube'a girəyim də baxalım. Evet. Açıldı. Mən də ən çox belə yemək videolar çıxır. Çünki yemək deyil. Ben nə yazam? Sihirli anneme baxalım, çox qəşəng olur. Evet, baxmıyorum çox ama yani. Evet, bir tane bundan ne bileyim. Let me go. İndi bu bölümünü istedim. Evet. It looks so fun, right? Everyone Neyse, cücden yiyin.
Böyle. Görsünüz sihirli güçler var. Şimdi bir de böyle. Şimdi bunlardan biri ataq. Hansını açım? İlk olaraq mən bundan başlamaq istəyirəm. Açıq gəldi. Nasıl açdım? Dadına da baxdım elə və o dərəcədə qəşəng deyil. Kokusu kimindir? Kendall'ı yemeğe çağırdım da onu. Yazıklar olsun. Benim için bir kere bile yemek kitabına bakın. Yemeğimin önüme hep sihirle. Şimdi elin adamına fırında yemek mi pişireceksin? Saçmalama Taci. Ben yemek yapmasını bilmem ki. Ben periyim peri. Ama hep aynı şeyler aynı şeyler. Belki değişik bir şey bulurum diye bakıyorum. Hem niye öyle sen bana deli deli bağırıyorsun bakayım? Bağırırım Kutu Hanım, bağırırım. Sen beni böyle kızdırırsan ben de bağırırım. Evet. Efendim, indi çöpü sokuma atıram. Evet. Aşağıda adı var. Bir dansöz, kalpsiz. Bana vurdun. Sana inanıyorum. Bana vurdun. Anne babam biliyorum. Seni güldüreden her şeyi gördüm. Ben de dayanamadım. Şöyle vurdum. Bu yaptığının cezası nedir biliyorsun değil mi? Almaya kalkmayacaksın değil mi Perro? Alacağım. Hem de öyle bir alacağım ki bugüne kadar yaptığın en basit sihirler bile yok olacak. Yüzün, saçların, elbiselerin bütün sihirlerini kaybedecek. Çok özendim.